Mən bu günləri Dəvə Piri ziyarətinə gəlmişəm. İndi gördüyünüz bu pirdə demək ki, niyyət tutursan, əgər sənin niyyətin qəbulsa da, yəni arıq insan olmağına baxmayaraq, ya kök insan olmağına baxmayaraq, sən buradan keçirsən. İndi mən bu günləri burada niyyət tutaraq keçəcəm. Görün, niyyətim qəbuldurmu mənim. İndi mən buradan əyilərək o tərəfə keçirəm. Bəli, gözümüz aydın, artıq dəvə pirimiz də var. Kimin nə arzusu varsa, gedir həmin evə, dəvənin altından keçir və arzusu gerçəkləşir. Niyə məhz dəvə seçilib? Bu da çox maraqlıdır. Misal üçün, nəyə görə fil yox, öküz yox, nə bilim, inək yox, məhz dəvə, bu da maraqlıdır. Nəyə görə məhz dəvə seçiblər? Belə bir heykəl düzəldiblər, dəvə heykəli. Əgər fikir verdinizsə, bu dəvənin başına da bir hicab da bağlayıblar, daha belə dini bir obraz yaratmaq üçün. Və cahil insanların ixtiyarına verilmiş bir pirdir. Dəhşətlisi də budur ki, bu cür pirlərə inanan insanlar var. Bəlkə də ciblərinin sonuncu pulunu aparıb, bu cür fırıldaq insanlara verirlər və bu cür aldadılırlar. Hər halda düşünürəm ki, insanlar özləri seçirlər aldanmağı. Çünki heç bir ağlı başında olan insan, baxın, söhbət hansısa ali təhsil almaqdan da getmir. Sadəcə ağlı başında olan insan dərk edir, başa düşür ki, bunlar hamısı cəfəngiyatdır. Bunlar hamısı kiminsə fırıldaq əməlləridir. Nə gözəl, işləməyə ehtiyac yoxdur. Gedirsən həyətində hansısa bir heyvanın heykəlini düzəldirsən, başına da heykəlin bir hicab bağlayırsan və elan edirsən ki, ey insanlar, yeni pir insanların ixtiyarına verilir. Kimin nə arzusu varsa gəlir. Və onu da qeyd edim ki, bu pirlər, bunlar pulsuz deyil ha. Müftə gedib o dəvənin altından keçə bilməzsiniz. Nəzir niyaz verməlisiniz. Nəzir niyaz verməsəz, dəvə arzuları həyata keçirmir. Baxın, neçənci əsrdə yaşayırıq. Neçənci əsrdə yaşayırıq. İnsanlar hələ də bu şəkildə aldadılır. Və bu qadın başına hicab keçirib, dəvənin də başına bir hicab bağlayıblar. Siz təsəvvür edirsinizmi? İslam bütpərəstliklə mübarizə aparmış bir dindir. Məgər İslam yeni yayıldığı vaxtlarda Məkkədə bütpərəstlər yox idimi? Bütlər yox idimi? O qədər bu cür bütlər var idi ki, İslam gəlib elə bütlərə qarşı mübarizə aparmadımı? Peyğəmbərimiz Məkkəyə daxil olanda bütləri sındırmadılarmı? Necə siz İslam adına yenə insanları bütpərəstliyə cəlb edə bilərsiniz? Bu bütpərəstlik deyilmi? Tam bir bütpərəstlikdir. Hansısa bir heykəl dəvə sizə nə edə bilər, əziz bacılarım, əziz qardaşlarım? Necə inanırsınız bu cəfəngiyata? Hansısa bir dəvənin heykəli necə sizin arzunuzu həyata keçirə bilər? Bu necə mümkündür? Və tamam bunlar fırıldaqdılar, bunlar hər yolun yolcusudular. Və sizə nə olub ey insanlar? Necə inana bilirsiniz bu cür cəfəngiyatlara? Necə son çörək pulunuzu aparıb bu pirlərə verə bilirsiniz? Bir deşik piri də var. Gəlin o deşik pirini də sizə göstərim. Neçə insan oradan keçibdi, qalıb həmin yerdə nə əziyyətlə çəkib çıxarıblar. Siz bilirsinizmi ki, bütpərəstlik İslama görə ən ağır günahlardan biridir. Allahdan yox, hansısa bütdən gözləmək. Bu, Allaha şərik qoşmaqdır. Bu, İslamın əsas prinsiplərindən olan tövhidə ziddir. Utanmaz hələ də bunu çəkib paylaşırlar. İşləməyə ehtiyac yoxdur. Bugündən gəlin hərəmiz bir pir düzəldək. Kimin həyətində bir balaca heykələ yer varsa, gəlin düzəldək. O zaman bir inək piri düzəldək, inəyin altından keçənin ruzi bərəkəti olsun. Bir xoruz piri düzəldək. Kim xüsusən də oğul övladı arzu edirsə, nə bilim, xoruzun üstündən bir dəfə hoppanar, oğlu olar. Niyə olmasın ki? Bir eşşək piri düzəldək. Xüsusən də eşşək ilə bağlı da belə miflər var. Kim ailə qurmaq istəyirsə, geçsin o eşşək heykəlinin üstündən hoppansın, yaxud eşşək heykəlini minsin,
onun da bir bəxti açılsın. O zaman bir qoz piri də düzəldək. Olsun qoz piri. Bu dəfə heykəldən olmasın, qoz ağacı olsun. Niyə olmasın ki? Əgər dəvənin heykəlindən pir olursa, qozun ağacından da pir olsun da. Kimin həyatında bir qoz ağacı varsa, üzərinə oradan-buradan bir-iki dənə nə bilim belə kəlağaya falan bağlayın. Deyin ki, bugündən də bu ağac qoz piridir. Kim gəlib bu qoz ağacından bir qoz alsa, kreditləri bağlanacaqdır. Ən yaxşısı budur. Həm də gündəmə uyğun olsun. Çünki hamının krediti var. İnanan olacaqmı? İnanın ki, inanan olacaq. Uçan ələmə inananlar qoz pirinə inanmayacaqlar. Əlbəttə ki, inanacaqlar. Keçən dəfə bölgələrin birindən bir xanım izləyici mənə yazıb ki, Könül xanım, artıq 3 ildə ailə qurmuşam, övladım olmur. Evdə deməkdən yoruluram ki, məni bir ginekoloqa, bir həkimə aparın, amma qaynanam bütün pirləri gəzdirir. Bütün ocaqları gəzdirir. Gündə bir mollanın yazdığı duanı suya salır, o suyu mənə içirdir ki, uşağın olacaqdır. Baxın, ona görə təhsil almaq lazımdır. Ona görə oxumaq lazımdır. Hansı oxumuş ağlı başında olan insan bu cür cəfəngiyatlara inanar?